Samirə Ramiz qızı Tağıyeva, mama ginekoloq, süni mayalanma üzrə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru. 26 ildən çox iş təcrübəsinə malik olan mama ginekoloq, tibb üzrə fəlsəfə doktoru Samirə Tağıyeva 1998-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 1998-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahiyyə Mərkəzində anestezioloq, reanimatoloq ixtisası üzrə internatura keçib. 1998-2001-ci illərdə Samirə Tağıyeva Rusiya Federasiyası Sankt-Peterburg şəhərində yerləşən Dövlət diplomdan sonraki Tibbi Təhsil Akademiyasında mama ginekologiya ixtisası üzrə ordinatura təhsili alıb. 2001-2004-cü illərdə Kirov adına Hərbi Tibb Akademiyasında Professor Kustarov və Yakovlevin rəhbərliyi altında aspirantura təhsili alıb. Daha sonra Samirə Tağıyeva 2004-cü ildə Rusiyanın Sankt-Peterburg şəhərində mama ginekologiya və yolxucu xəstəliklər üzrə dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Dissertasiya mövzusu HIV-ə yoluxmuş qadınlarda hamiləlik dövrü, doğuş, doğuşdan sonraki dövr və yeni doğulmuş körpənin vəziyyəti. Doktor Samirə Tağıyevanın iştirak etdiyi təkmilləşdirmə kurslarına bunları qeyd etmək olar. 2001-ci ildə mama ginekologiyada endokrin patologiyası Sankt-Peterburg Dövlət diplomdan sonraki təhsil üzrə Tibb Akademiyası, Rusiya Sankt-Peterburg. 2002-ci ildə ultrasəs diaqnostikası Sankt-Peterburg Dövlət diplomdan sonraki təhsil üzrə Tibb Akademiyası. 2002-ci il uşaqlıq və vagina patologiyası Sankt-Peterburg Dövlət diplomdan sonraki təhsil üzrə Tibb Akademiyası. 2002-ci il qarın boşluğu orqanlarının laparoskopik cərrahiyyəsi Sankt-Peterburg Rusiya Federasiyası Dövlət diplomdan sonraki təhsil üzrə Tibb Akademiyası. 2004-cü il klinik onkologiya Sankt-Peterburg Dövlət diplomdan sonraki təhsil üzrə Tibb Akademiyası. 2006-cı il ginekologiyada lazer texnologiyaları Akademik Pavlov adına Dövlət Tibb Universiteti Rusiya Sankt-Peterburg. 2006-cı il reproduktiv yardım texnologiyaları IVF A.V. Peter, Rusiya Finlandiya Klinikası, Rusiya Sankt-Peterburg. 2006-cı il ginekologiyada laparoskopiya, Rusiya Dövlət Tibb Universitetinin Mama Ginekologiya Fakültəsi, Akademik Savelyev, Tibb Elmləri Doktoru Professor Ştirovun rəhbərliyi ilə, Rusiya Moskva. 2007-ci ildə Almaniyanın Münxen şəhərində Tibb Elmləri Doktoru Lezona'nın və Professor Bergin rəhbərliyi ilə reproduktiv yardım texnologiyaları mövzusunda təkmilləşdirmə kursunda olmuşdur. 2008-ci ildə reproduktiv bərpa üsulları ilə sonsuzluğun müalicəsi Baltik Reproduktiv Bərpa İnstitutu Professor Nikitinin rəhbərliyi ilə Rusiya Sestroretski. 2009-cu ildə Bakı Ali Attestasiya Komissiyası tərəfindən tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi ilə təltif olunmuşdur. 2011-ci ildə perinatal diaqnostika, xorionik biopsiya, amniosintez, kordiosentez, perinatal tibbi mərkəzi, Genetetskoyun rəhbərliyi ilə. Doktor Samirə Tağıyevanın əmək fəaliyyəti. Onun 26 ildən çox iş təcrübəsi var. Samirə Tağıyeva 15 il Leyla Şıxlinskaya klinikasında işləyib, şöbə müdürü və baş həkim vəzifəsində. Hal-hazırda Liv Bonadia Hospitalda və Oksigen klinikasında peşəkar fəaliyyətini davam elətdirir. Həkim mama ginekoloq işləməklə yanaşı, Oksigen klinikasının direktor müavini vəzifəsində çalışır. Dünyada və ölkəmizdə mama ginekoloqların beynəlxalq və yerli konqreslərində, simpozium və qurultaylarında hesabatları ilə, məruzələri ilə çıxış edib, həmkarları ilə bilik və təcrübələrini bölüşür. Samirə Tağıyevanın 34-dən artıq elmi praktik məqalələri nəşr olunub. O, ginekologiyanın bütün sahələri üzrə, o cümlədən laparotomiya, laparoskopik əməliyyatlar, invaziv perinatal diaqnostika, lazer cərrahiyyəsi ilə məşğul olur. Doktor Samirə Tağıyevanın əsas fəaliyyət istiqaməti barədə bunları qeyd etmək yerinə düşər. Normal və patoloji hamiləlik, hamiləliyin təqibi, fizioloji və cərrahi doğuşlar, konservativ, menstrual siklin, menopauzanın və endokrin pozulmaları, yumurtalıqların polikistoz sindromu, uşaqlıq mioması, endometrioz və s. və cərrahi ginekologiya, abdominal, vaginal laparoskopiya və histeroskopiya.
uşaqlıq yolunun və uşaqlıq boyunun patologiyasının diaqnostikası və müalicəsi, o cümlədən kolposkopiya, sonsuzluğun diaqnostikası və müalicəsi, o cümlədən süni mayəlanma prosedurunun həyata keçirilməsi. Doktor Samirə Tağıyeva ilə əlaqə 050 673 73 83 050 586 46 76